Salam dostlar. Kanalıma hoş geldiniz. Bugün əla bir korku videosu ilə qarşınızdayım. Yine korku videosu. Videomuza keçməkdən qabaq videomuzu bəyənib kanalımıza da abunə olub like etməyi unutmayın ki, daha çox belə videolar gəlsin. İndi çəkəcək videomuza. Başladıq videomuza. Canlı yayımlar həmişə risklidir. Canlı yayımlar bəli. Çünki bəzən heç gözlənilməyən görüntülər ortaya çıxa bilər. Bəzi görüntülər əyləncəli və gülməli olsa da, ancaq bəziləri də qorxulu ola bilər. Bugünkü videomuzda canlı yayım zamanı baş verən bəzi paranormal hadisələr haqqında olacaq. Əlimdəkini gördünüz, keçən kimi şey oldu. Qırmızı idi, maviyə döndü. Bu video bir neçə il öncə qeydə alınıb. Papa Franklin insanlara xeyir dua vermək üçün pəncərəyə yaxınlaşaraq onlara müraciət edir. O nə təşəkkür. Bu anları lentə alan insanlar qəribə bir görüntü ilə qarşılaşırlar. Belə ki, Papanın müraciətindən sonra içəri girdiyində anidən yoxa çıxdığı görünür. Girəndən sonra yoxa çıxır. Bu hadisədən sonra Vatikan tərəfindən bu görüntülər bütün sosial şəbəkələrdən silindi. Bəzi insanlar bunun montaj, bəziləri də Papanın əslində orada olmadığını, böyük ekran vasitəsilə Papanın orada göstərildiyini iddia edirlər. Bu hadisə haqqında rəsmi olaraq heç bir məlumat verilməyib. 2020-ci ilin mart ayında İngiltərənin Maliyyə Naziri öz maşınına doğru gedərkən BBC kameralarına görüntülənir. İlk baxışda görüntülərdə qeyri-adi bir hadisənin olmadığı görünsə də, ancaq nazirin əlindəki qırmızı qolu park edilmiş maşının yanından keçdikdə rəngini dəyişərək yaşıl rəngə çevrilir. Yamaykada yaşayan bir ailə 11 yaşlı uşaqlarının qəribə varlıqlar tərəfindən narahat edildiyindən şikayət edirdilər. 2015-ci ildə bir televiziya kanalı bu hadisəni araşdırmaq üçün həmin kəndə gedir. Uşağın valideynləri onu bir neçə din xadimlərinin yanına aparsalar da xeyri olmadığını deyirlər. Görüntülərdə müxbirin canlı yayımda oğlanı stula əyləşdirib müsahibə aldığı zaman görünməyən varlığın oğlanı tutub çəkdiyi görünür. Bismillahirrahmanirrahim. Ailə şey var ha. Bu hadisədən 4 il sonra, yəni 2019-cu ildə uşaq göldə ölü olaraq tapılır. Baxa nə? Ailə şey var. 2014-cü ildə Yaponiyada baş verən tsunami fəlakətində bir çox insan həyatını itirmişdi. Bu fəlakəti canlı yayımlayan bir TV kanalının kameralarına qəribə bir varlıq görüntülənib. Həmin illər bu görüntülər geniş müzakirələrə səbəb olsa da, görüntülərdəki varlığın nə olduğu dəqiq olaraq bilinmir. Nədir o? Futbol meydançasında qeydə alınan bu görüntülərdə maraqlı futbol meydançaları mənim üçün. Azərkeşlərin arasından sürətlə qaçan insana bənzər sulet canlı yayım kameralarına görüntülənir. Bismillahirrahmanirrahim. Düşlərim bizim zuldur. Almaniyanın TDF kanalının müxbiri 2 gün əvvəl baş verdiyi ağır yol qəzası yerindən canlı yayında məlumat verir. Görüntülərə diqqətlə baxanda yolun qırağındakı yaşıllıqdan kölgəyə bənzər sületin hərəkət etdiyi görünür. Daha. Diqqətlə baxın. Gördünüz? Bu görüntülərdə evin çardağından gələn səslərə nəyin səbəb olduğunu araşdırmaq üçün oraya çıxan bir gənc əks olunur. Por que abriste isso? Pai, não precisa, não foste tu que apagaste a luz. Oğlan əlinə telefonunu alıb, TikTok'da canlı yayım açaraq çardağa çıxır. Eu tô sendo falando, mas tem cuidado também. Olha aí, olha que tá sofrendo. Oğlan orada heç kimin olmadığını görüb aşağı düşür. Ancaq hər şey videonun altına yazılan şərhləri oxuduqdan sonra üzə çıxır. Belə ki, görüntülərdə oğlanın aşağı endikdə qəribə bir məxluqun aşağı baxdığı görünür. Bu qadının gözlərinə diqqət edin. Məşhur müğənni Kiki Veys canlı yayımda qəribə hərəkətlər edir. Bu görüntüləri izləyən bir çox insanlar Kiki Veysin bədəninə cin girdiyini iddia edirlər. Estağfurullah, qaşlarına yanına var. Görüntülərdəki bu qız Taylandda yaşayır. İtalyan. O, istədiyi vaxt ruhunu bədənindən çıxara bildiyini iddia edir.
Elə şey, onlar hamısı Bunu yalandır. sübut edə bilmək üçün Məncə də yalandır. Taylandda yayımlanan proqramların birinə Necə gedib. elə bir şey olmaz mümkündür ha. Ruhunu bədənindən çıxarmağa çalışan qız qəribə hərəkətlər etməyə başlayır. Aparıcının müdaxiləsindən sonra qız çətinliklə də olsa özünə gələ bilib. Yad planetlilərin dünyaya hücum etməsini əks etdirən filmlərlə tez-tez qarşılaşırıq. İzləmişəm filmi. Ancaq bu görüntülər Ay, hansısa baxmışam filmdən mən. alınma deyil, Əla bir real film. həyatdandır. Belə ki, 2010-cu ildə Las Vegas küçələrində canlı yayım Ay, zamanı yuxarılara baxın, anidən yuxarılara. göydə hərəkət edən naməlum cisimlər görünür. Ay. Ha. Ya planetlər. Hamının marağına səbəb olan bu cisimlərin nə UFO, olduğunu biz anlamağa UFO çalışsalar da, deyirik. bu hadisə bugünə kimi böyük bir sir olaraq qalır. Bu görüntülərdə məşhur müğənni Beyoncé və onun həyat yoldaşı Cardi'nin NBA basketbol oyununu izlədikləri görünür. Aha. Ancaq görüntülərin qəribə olmasına səbəb Beyoncé'nin robot kimi hərəkət etməsidir. Belə eləyir. Nə olub ki, indi yerlənir də elə belə. Qəribə hərəkətlərdir ya. Bir məlumatda nəzərinizə çatdırım ki, tez-tez sosial şəbəkələrdə məşhur insanların robot kimi hərəkət etmə görüntüləri paylaşılır. Robot kim? Buna var. Tövbe. Gör nətər yerlənir. Dur belə dur. Bir dənə burun geçsin üstündə. Nə varsın içinə? Ama onun da alttakiler de şey diye. Ben olsam bir dənə vuraram, yerə düşər maşına. Robot deyə bil, Allah haqqı bax. Fikir verin ona. Robot deyə bil. Kopyası. Ha, Allah haqqı, gözlərinin yadına baxın. Elə bir robot, kopyasıdır robotun. Buna qarır. Rusiyada kanalların birində çalışan bu müxbir, meşəyə yaxın bir yerdə dayanaraq canlı yayımda məlumat verir. Canlı yayım vaxtı anidən ağacların üstündən yumru işığın göyə doğru qalxdığı görünür. Baba qalxdı. Oo. ABŞ-ın əks-prezidenti Barack Obama'nın Kaliforniya səfəri zamanı kameralara paranormal varlıq görüntülənib. Kim qaban Belə eləşir? ki, Obama'nın təyyarədən enib onu qarşılayan heyətlə salamlaşdığı zaman kameranın önündən qəribə bir varlıq keçir. Görsənmə də Bilirəm axı. ki, bir çoxunuz bunu görə bilmədiniz. Yaxınlaşdır mənə. Ancaq görüntüləri yavaşlatdıqda bu varlığı görmək mümkün olur. O montaj da ola bilər ha. Montaj da ola bilər. Bəs siz bu görüntülər haqqında nə Aziz düşünürsünüz? dostlar, Fikirlərinizi şərh videomuzda bölməsində buna qədər bildirə idi. Əgər bilərsiniz. videomuzu bəyəndirsə, Bununla kanalımıza bugünkü videomuz- abunə olun, like eləyin çoxunuza, yorum yazın. Nə videomu çəkməyimizi istəyirsinizsə, əgər yorumlarda yazın. 10 yorumdan 5'ini seçib o həmin videonu çəkəcəm. Mən də istəyirəm ki, böyük miqdarda deyəndə ki, sözümü başa düşdüsə, abunəçi qazanım, biraz da olsa tanınım. Orada da sizlərin sayəsində tanınacağım inşallah. Siz də kanalıma abunə olmağı, like eləməyi, videolarımızı bəyənməyi, izləməyi, takipdən çıxmamağı, takip eləməyi unutmayın ki, daha çox belə videolar gəlsin. Sağ olun dostlar, digər videolarda görüşmək üzrə. Salamat qalın, sağ olun.